Burada məsələ nədir? Sumif düsturunda. Baxın. Pepsi. Məsələn, indi bunu ayıraq. Sprite. Məsələn, bu qədər bir məhsul çeşidimiz var. Bunu boy verin yuxarı. Siz də görün. Sadəcə say. Məhsulun adı və sadəcə say. Məsələn, rəqəmlər atırıq. Mən istəyirəm ki, ümumi Pepsinin sayını biləm. Adlar düzgün yazılmalıdır və bunu unutmayaq. Burada bizə lazım olan nədir? Sumif düsturunun tapılması. Yəni, sumif düsturu nəyə yarayır? Burada bir dəqiqə bunu çərçivəyə alırıq. Bunu çərçivəyə özüm alıram. Çünki dərsdir. Amma normalda istədiyiniz kimi belə boş hərəkət eləyə bilərsiniz. Gəldik bura. Düsturu yazdıq. Birinci məhsulu axtarırıq. Yox, bir dəqiqə. Aha, məhsulu axtarırıq. Əsasını axtarırıq. Və sayını axtarırıq. Gördük. Eynən bunu digər sistemlərə də eləyirik. Məsələn, gəlin bura filtr qoyaq. Daha dəqiq bilmək üçün. Redaktör, filtr və süzgəc. Gəlin birinci nəyə baxaq? Pepsiyə baxaq. Çünki Pepsi. Aşağını görürsən buranı? Baba, bu hissə var ya. Vurdum. Aşağıda görünəcək. 79.615. Yəni sırf Pepsinin sayıdır. Okey, mən bilmək istəyirəm kolanın sayını. Belə deyim, bura gəlirəm. 1774. Baxın, burada cəmi yazır. Görürsünüz? Bəli. Burada da yazır və düstur demək ki, nədir? İşləyir. Sprite-ə gəlirəm. Eyni vəziyyət. Sprite-də də elədir. 1151. Görürsünüz? Burada bunu zaten vuranda bu toplayır. Bu sum cəmlər, yəni toplama əməliyyatlarında sum olan bütün düsturlar. Görürsünüz? 1151. Bu da bizim sumif düsturudur. Sadəcə sumif. Vəssalam. İndi gəldik ən sadə düsturlardan biri olan sum düsturuna. Toplam yazıram. Məsələn, burada rəng eləyirəm. Sarı eləyirəm. Bərabərdir sum və ümumi ambarımı məsələn toplayıram. Gördünüz? Ümumi dəyər, baxın aşağıda görürsünüz, 82.540. Başa düşdüm. 82. O ən asandır. Bu ən asandıdır, bəli. Başqa bir sualınız var?
Yoxdur. İndi bu dərsi ataram YouTube-a. Baxın, öyrənin, zəhmət olmasa. Bu ekran kaydını bağlayın.